İngilis dilində bir əmr cümlələri deyilsə əgər nə olursa olsun cümlə mübtəda və xəbərlə başlamalıdır. Onlardan sonra isə ikinci dərəcəli üzvlər gəlir. İndi isə onlara nümunələrdə fikir verək. Öncə çox sadə cümlələrdən başlayırıq. Subject, verb, mübtəda və xəbərli cümlədən başlayaq. Məsələn, we speak. Biz danışırıq. Mübtəda, xəbər. İkinci cümlə quruluşumuza fikir verək. Mübtəda, xəbər və tamamlıq. Cümləmizə fikir verək. We speak English. Biz danışırıq İngilis dilində. İngilis dilində cümlədə söz sırası bu şəkildə olur. Yəni, biz danışırıq İngilis dilində. Azərbaycan dilində təbii ki, biz ingiliscə danışırıq kimi tərcümə edirik. Digər cümlə quruluşuna fikir verək. Mübtəda, xəbər, tamamlıq və yer zərfliyi. Nümunəmizə fikir verək. We speak English at the lesson. Biz danışırıq İngilis dilini dərsdə. Yəni, biz dərsdə ingiliscə danışırıq və digər nümunəmizə fikir verək. Mübtəda, xəbər, tamamlıq, yer zərfliyi və nəhayət zaman zərfliyi. Nümunəyə baxaq. We speak English at the lesson every day. Biz danışırıq İngilis dilini dərsdə hər gün. Biz hər gün dərsdə ingiliscə danışırıq və zaman və xüsusilə bu tipli zamanlar adətən cümlənin sonunda gəlir. Lakin cümlənin əvvəlində gələn variantı da var, ona da fikir verək. Every day we speak English at the lesson. Burada sanki zamana vurğu edilib, yəni cümlənin əvvəlində də gələ bilər. Amma təbii ki, normalda cümlənin sonunda gəlir bu tipli zaman zərfləri və ya zaman zərflikləri. Every day we speak English at the lesson. Hər gün biz danışırıq İngilis dilini dərsdə. Söz sırası bu şəkildə olur. Təbii ki, biz hər gün dərsdə İngiliscə danışırıq kimi tərcümə edirik. Və digər modelə fikir verək. Mübtəda ilə xəbərin arasında zamanlar gəlib gördüyümüz kimi və bunlar adverbs of frequency adlanan zaman zərfləridir. Bunlar mübtəda ilə xəbərin arasında yerləşir. Gəlin nümunəyə fikir verək. We always speak English at the lesson. Gördüyümüz kimi always sözü mübtəda ilə xəbərin arasında gəlib. Və cümlənin tərcüməsinə baxaq. Biz həmişə danışırıq İngilis dilini dərsdə. Təbii ki, ana dilimizə biz dərsdə həmişə ingiliscə danışırıq. Digər bu tipli zaman zərfliklərinə də fikir verək. Usually adətən deməkdir. Often tez-tez. Normally normalda. Sometimes bəzən. Hardly ever demək olar ki, yox dərəcəsində. Never heç vaxt deməkdir. We usually speak English at the lesson. Biz dərsdə adətən ingiliscə danışırıq kimi tərcümə edirik. We often speak English at the lesson. Biz dərsdə tez-tez ingiliscə danışırıq. We normally speak English at the lesson. Biz dərsdə normalda ingiliscə danışırıq. We sometimes speak English at the lesson. Biz bəzən dərsdə ingiliscə danışırıq. We hardly ever speak English at the lesson. Biz demək olar ki, dərsdə ingiliscə danışmırıq və sonuncu nümunəmizə fikir verək. We never speak English at the lesson. Biz dərsdə heç vaxt ingiliscə danışmırıq. Mavi rəngdə verilən bu iki ifadəmiz mənaları negativdir. Yəni, I hardly ever speak English at the lesson. Durduğu cümlə pozitiv cümlədir hardly ever'nin, amma tərcüməsi negativ olur. Yəni, inkar şəkildə tərcümə olunur. Biz demək olar ki, dərsdə ingiliscə danışmırıq. We never speak English at the lesson. Burada da eyni hal baş verir. İşləndiyi cümlə pozitiv cümlədir, lakin mənası mənfidir. Biz dərsdə heç vaxt ingiliscə danışmırıq. Sıfat modelinin olan digər nümunələrə də fikir verək. Yəni, ingilis dilində cümlələr ancaq S, O, P şəklində olmaya da bilər. Yəni, onlara fikir verək. Məsələn, burada mübtəda, xəbər və yer gəlib. Nümunəmizə fikir verək. They go to park. Onlar parka gedirlər. Yəni, onlar gedirlər parka. Digər nümunəmizə fikir verək. Mübtəda, xəbər və zaman zərfliyi. Nümunəyə baxaq. I travel every year. Mən səyahət edirəm hər il. Mən hər il səyahət edirəm. Və digər nümunəyə fikir verək. Mübtəda, xəbər, yer zərfliyi və zaman zərfliyi. Nümunəyə baxaq.
We go to park every evening. Biz gedirik parka hər axşam. Biz hər axşam parka gedirik. Və digər modelə fikir verək. Mübtəda, xəbər, yer zərfliyi, tamamlıq və zaman zərfliyi. I go to park with my friends every evening. Mən gedirəm parka dostlarımla hər axşam. Digər bu tipli bir nümunəyə də fikir verək. He goes to work by bus every day. O gedir işə avtobusla hər gün. Deməli, o hər gün işə avtobusla gedir. Yəni gördüyünüz kimi mübtədamız, xəbərimiz, yer zərfliyimiz, yəni tamamlığımız və sonda isə zaman zərfi gəlib. Bax belə dəyərli dostlar, videomuzun sonuna gəldik. Videonu bəyənməyi və kanalıma abunə olmağı unutmayın. Bir sonraki videolarda görüşmək ümidilə sağ olun, salamat qalın. Have a nice day.